Xəbər bölüşdük Ermənistanda gümrük əməliyyatı ilə bağlı, hansı ki, Milli Təhlükəsizlik Xidməti Gümrük Bələdiyyəsində əməliyyatlara başlayıb, sədrin hərəkəti məhdudlaşdırılıb və səhv eləmirəmsə 8 nəfər korrupsiyada ittiham olunur. Maraqlıdır, düz onların daxili işidir, amma məsələ ondan ibarətdir ki, son zamanlar Ermənistanda baş verən hadisələrlə bu əməliyyatı hansısa formada əlaqələndirmək mümkündür, yoxsa yox? Təşəkkür edirəm. Həqiqətən də bir ölkədə korrupsiya ilə mübarizə həmin ölkənin daxili işi hesab edilə bilər. Amma son seçkilərdə, xüsusən bələdiyyə seçkilərində müxalifətin Paşinyan üzərində qələbə qazandığı Gümrüdə bu əməliyyatın keçirilməsi və Gümrük Bələdiyyəsində korrupsiya faktlarının və digər qanuna zidd hərəkətlərin aşkarlanması, bu istiqamətdə tədbirlərin görülməsi ayrıca təhlil tələb edir. Bir daha deyirik, bu Ermənistanın daxili işi hesab edilə bilər. Amma nəzərə alaq ki, Ermənistan və Azərbaycan arasında əgər sülhün, hərtərəfli, eyni zamanda ədalətli sülhün, dayanıqlı sülhün bərqərar edilməsi istiqamətində münasibətlərin hazırki səviyyəsinə gəlib çatmışıqsa, bu o zaman ölkələrin hər ikisində sabitliyin olması çox vacibdir. Azərbaycan sabit, stabil dövlətdir, amma görünən odur ki, Ermənistanda stabillik, sabitlik o qədər də güvənilir səviyyədə deyil. Və Paşinyan da məhz bu zərurəti dərk edərək ölkədə öz rəqiblərinə qarşı bu kimi addımları atır. Bir daha deyirik, əlbəttə, aidiyyatı tədbirlərin hansı zərurətdən, mexaniki, texniki hansı zərurətdən doğduğu başqa məsələ. Amma Paşinyan hazırda özünün siyasi rəqiblərinin onu oyundan kənarlaşdırdığı Gümrüdə, konkret olaraq Gümrük Bələdiyyəsində əməliyyatları keçirməklə əslində ona qalib gəlmiş, onun partiyasına, onun hərəkatına qalib gəlmiş qüvvələri əzdi. Təbii ki, baxış bucağı fərqli ola bilər, amma nəzərə alaq ki, xüsusən 8 avqust danışıqlarından və 8 avqust uğurundan sonra Ermənistan daxilində revanşistlər, eyni zamanda bölgədə sülhə, sabitliyə özünün maraqlarının təhdid üsulu kimi baxanlar, həmçinin sülhün Paşinyanın hakimiyyətinin möhkəmlənəcəyini düşünən qüvvələrin aktivləşməsi nəzərə alınır. Bu istiqamətdə kilsə xüsusi rol oynayır. Eyni zamanda ayrı-ayrı dövlətlərdəki müəyyən qruplaşmaları, erməni həmçinin diasporuna bağlı, erməni lobbisinə ayrı-ayrı ölkələrdə bağlı qüvvələrin aktivləşməsi hiss olunur və hesab edirik ki, bundan öncə əgər Paşinyan xatırlayırsınızsa, digər prezidentlərlə bağlı özündən öncə hakimiyyətdə olmuş və bir qayda olaraq biz onlara haqlı şəkildə əli qana batmış cinayətkar qruplar hesab edirik, qruplaşma rəhbərləri hesab edirik. Həmin şəxslərə qarşı sərt addımların atılacağı ilə bağlı bəyanat vermişdi və əlbəttə, həmin şəxslərə bağlı müxalifətlə bir koalisiyada çıxış edən Gümrüdəki bələdiyyədəki o qələbə, koalisiyanın qələbəsi əlbəttə, bu müvafiq olaraq zərərsizləşdirməklə Paşinyan artıq ilk addımlarını atır demək olar. Təcrübə göstərir ki, adətən böyük ixtişaşlar xırda kimi görsənən hadisələrdən başlayır. Bugün Gümrüdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməliyyat keçirtməsi bələdiyyədə və cəmaatın da böyük bir formada buna etiraz etməyə başlaması bir sual yaradır. Görəsən, son vaxtlar baş verən hadisələr fonunda bu proseslərin daha da genişlənmə ehtimalı varmı? Yəni, bu bəzi qüvvələr üçün, məsələn, revanşistlər üçün bir bəhanə ola bilərmi ki, əsas məsələdən diqqəti ayırıb birbaşa Paşinyana yönəlik etiraz dalğasına start versinlər? Əslində, bu məsələyə çox hərtərəfli yanaşmaq lazımdır. Birinci nəzərə almaq lazımdır ki, erməni cəmiyyəti uzun bir dövr ərzində böyük dırnaqarası Ermənistan, həmçinin dənizdən dənizə Ermənistan xülyaları təsirində, həmçinin Türk-Azərbaycan düşmənçiliyi təsiri altında böyüyüblər və onların indiki məqamda Azərbaycanla sülh, eyni zamanda Azərbaycanın müharibədə bir mənalı və mütləq qələbə qazanması kimi reallıqları qəbul etməsi müəyyən zaman aparacaq. Bu mənada həmin insanlar üçün, həmin insanlar təbii ki, Paşinyandan razı qala bilməzlər. Amma bu bütövlük çoxluq təşkil etmir. Biz bunu seçkilərin nəticələrinə müvafiq olaraq da deyə bilərik. Paşinyan seçkinin müharibədəki məğlubiyyətindən sonra ardıcıl qələbələri ilə bunu göstərir. Digər tərəfdən də nəzərə alaq ki, Ermənistanın özünün daxilində vəziyyət, sosial-iqtisadi vəziyyət kifayət qədər gərgindir. Yəni, orada bələdiyyə sədrinin həbs olunması və yaxud orada hər hansısa şəkildə addımların atılmasında insanların küçələrə çıxması o bölgədə. Bu, həmin bələdiyyə sədrinin müdafiəsinə qalxılmasından daha çox sosial-iqtisadi vəziyyətin gərginliyindən doğan qığılcımlardır. Yəni, sadəcə insanlar bir bəhanə axtarır, səsini çıxartmaq üçün. Səsilərini çıxarsınlar və bu da bir başqa istiqamətdir və digər tərəfdən də təbii ki, qeyd etdiyimiz kimi Paşinyanın rəqibləri kifayət qədər ayıq-sayıqdır. Eyni zamanda bu bölgədə maraq olan
region və qeyri-region dövlətləri kifayət qədər məsələdə sayıq davranırlar və ilk imkandan müvafiq öz təsir güclərini artırmaq üçün istifadə edirlər. Amma nəzərə alaq ki, qısa müddət öncə daha radikal, ermənilərin o mifologiyası qarşısında daha radikal görünən bir addımın atılması, sərhədlərin delimitasiya, demarkasiyası prosesinin başlanması, Qazaxın müvafiq olaraq 4 kəndinin Azərbaycana geri verməyə Ermənistanın məcbur olması fonunda keşişin bir hərəkatı var idi. O hərəkat fonunda əgər aksiyalar kütləvi hal almadısa və yaxud kütləvi hala oxşar xarakter alsa da hansısa ciddi nəticələrə yol açmadısa, Gümrüdəki hadisələrin xüsusilə böyüyəcəyi ağlabatan görünmür. Amma kilsə nəzarətdə saxlansın.